Bugün ailələrdəki tərbiyəli qız sindromundan danışacağım. Yəqin ki, bir çoxumuza deyiblər. Qızın başı aşağı olar, sözü az olar, sakit durar, səsi aşağı olar. Bəli, qadının səsi, aristokrat qadının səsi müəyyən bir tonda və daha aramla danışmaqla ola bilər. Amma bu az danış, sən az bilirsən, əsas qardaşındır, ona deyir odur. Və bir mübahisə olanda həmişə qardaşın tərəfində dayanmaq. Bu qızların bəlkə də ilk baxışda siz elə düşünürsünüz ki, qoyulan ənənənin davamıdır. Amma bu həm də onların beyninin qapanmasıdır, ağzının qapanmasıdır. Sonra onlarda bir çox çığ, kürgü problemləri yaranır, xüsusən bölgələrdə. Onlar özlərini ifadə edə bilmirlər, hətta yüksək təhsil alsalar da xeyri yoxdur. Bugün mənim tələbələrimin əksəriyyəti həkimdir, müəllimdir, psixoloqdur, amma bir çoxu danışa bilmir. Hüquqşünaslar danışa bilmir. Bax, bunların hamısı uşaqlıqdan gələn atanın, ananı sən az bilirsən, sakit dur, qız danışmaz. Bax, bu əmrlərin nəticəsidir. Analar və atalar buna fikir verin.